Şamaxıda ciyər axşamı belə olur adlı vloqumla qarşınızdayım. Fərid ilə görüşüb dostumuz Səfdərin ciyər axşam məclisi üçün Bakıdan Şamaxıya taksi ilə yola düşdük. Yolun bir hissəsini gəldikdən sonra otostop edərək Şamaxı şəhərinə gələsi olduq. Burada dayı deyirdi ki, mənə də çək paylaş. Biz gəlincə müəyyən işləri görmüşdülər deyə qalan işlərin başına özüm keçdim. Əvvəlcə evdə edirdilər yeməyi. Dedim ki, mən təbiət adamıyam. Həyətdə ocağı qalıyıb başladım ciyəri bişirməyə. Arada da samvar çayının həm özümə, həm də qonaqlara süzüb içirdik. Xanımlar da bir tərəfdən məclis üçün salatları, turşuları hazır edir, çörəyi doğrayırdılar. Fərid də özü üçün oturub ciyərin bişmağını gözləyirdi. Hər zonada ciyər axşamı fərqli olur. Bizdə belə olur deyirsinizsə, fikirlərinizi videonun şərh bölməsinə yazmağı unutmayın. Hidayətlə birgə stolu açıb düzdük. Məclisimiz həmişəki kimi süfrələrimizin bəzəyi olan qaxsularsız olmazdı. Bəyimiz Səfdər də çörək alıb gətirdi. Ciyər hazır olunca rayon toylarındakı kameramanlar kimi həyətdəki gül çiçəyi çəkib Bakıdan gələn digər dostlarımızı gözlədik. Hava qaraldı. Dostlarımız da gəldi, ciyər də hazır oldu. Özüm bişirdiyim üçün demirəm, amma yediyim ən ləzzətli ciyər idi. Xoş sözlər deyildi və sonrası gözəl rəqslərlə davam elədi. Sizləri rəqs səhnələrini və ləzginka rəqsimi izləməyə dəvət edib sağollaşıram. Növbəti vloqda görüşənədək. Derdimin dermanıdır, başıma beladır yar. Gözlerini süzmeye, yüreğini yüzmeye. Sana yakın kimin var, menden tez küsmeye.